Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Salamlayıram hər birinizi əziz və hörmətli Hadi TV 3 kanalının tamaşaçıları. Kərbəlanın səsi verilişində Hüseyin əleyhissalamın məktəbindən qeyb nuruna doğru verilişdə hər birinizi salamlayıram. Biz bu silsiləvarı olan bu verilişdə Allahın izni ilə İmam Hüseyin əleyhissalamın qiyamının səbəblərini və Yezidin şəxsiyyətini, Kərbəla hadisələrini silsiləvarı olaraq biz bəhs edəcəyik. Önəmli olan məsələləri siz əzizlərin nəzərinə çatdıracağıq. Amma Kərbəladan sonra nələr baş verdi, hansı məsələlər baş verdi, Küfədə baş verən hadisələr, Şamda baş verən hadisələr, hətta ondan sonra İmam Səccad əleyhissalamın həyatı, İmam Baqir əleyhissalamın həyatı, bütün imamların həyatına biz nəzər salacağıq və ta İmam Zaman əleyhissalama qədər. İlk öncə istəyirik bu birinci verilişdə Yezidin hakimiyyəti haqqında bəhs edək. Və İmam Hüseyin əleyhissalamın qiyamını zəruri eləyən hansı amillər var idi ki, İmam Hüseyin əleyhissalam məcbur oldu qiyam eləsin və nəticədə İmam Hüseyin əleyhissalam özü və yar-ı ənsarı şəhid oldular. Biz bu verilişimizdə müxtəlif sünni və şiə qaynaqlarına istinad edərək həm Yezidin şəxsiyyətini sizə çatdıracağıq və həmçinin İmam Hüseyin əleyhissalamın qiyamını zəruri edən amillər haqqında da bəhs edəcəyik. Həqiqətdə bir neçə dəqiqə giriş olaraq bəzi məsələlərə mən işarə edəcəm və ondan sonra silsiləvarı olaraq İmam Hüseyin əleyhissalamın beyət etməməsi, Mədinədən çıxıb Məkkəyə getməsi, Məkkədən sonra Kərbəla tərəfə getməsi, bunları inşallah hamısını silsiləvarı olaraq siz əzizlərin nəzərinə çatdıracağam. İlk öncə bu məsələyə işarə etmək istəyirəm. Yezidin hakimiyyətindən öncə atası Muaviyyənin hakimiyyətinin mahiyyəti haqqında qısa məlumat vermək istəyirəm. Muaviyyə hakimiyyətini qura bilmək üçün illərlə Şamda siyasi güc toplamışdı və sonradan da Siffin və Həkəmin hadisələri, Siffin döyüşündə Həkəmin hadisəsi baş verdi də öz mövqeyini daha da möhkəmləndirdi və onun dövrü tarixi mənbələrdə belə təsvir olunur. Hakimiyyətin tamamilə sultanlığa çevrilməsi, padişahlığa çevrilməsi və xilafəti həqiqətdə irsi sistemə doğru dəyişdi. Özündən ötürdü öz oğlu Yezidə. Və dini baxımdan Qur'anı və sünnənin dövlət ideologiyasına uyğunlaşdırdı. Bu Muaviyyənin siyasəti idi. Təbərinin və digər şiə alimlər nəqlinə əsasən Muaviyyə öz həyatının sonuna yaxın oğlu Yezidi varis təyin etmək üçün geniş siyasi kampaniya başlatdı. Və bununla İslam tarixində ilk dəfə olaraq xilafət məqamını bir irsi sistemə çevirə bildi və bunu irsi bir sistemə keçirdi. Bu barədə mən istəyirəm alimlərin yanaşmasına işarə edəm. Qeyd elədim, mən bu verilişdə həm sünni qaynaqlarından, həm şiə qaynaqlarından sitat gətirəcəyəm. Məsələn, Şeyx Müfid Əl-İrşad kitabında belə yazır ki, Muaviyyə 20 illik hakimiyyəti dövründə imamətin mahiyyəti demək olar ki, dəyişdi və onu Peyğəmbərin yolu ilə yox, şəxsi krallıq, padişahlıq sistemi ilə əvəz elədi. Bu bizim şiənin böyük aliminin sözüdür. Və bu dəyişiklik təkcə siyasi hadisə deyildi. Deyəsən ki, siyasi bir dəyişiklik elədi. Xeyr, imamət düşüncəsini və ümmətin əxlaqi quruluşunu dağıdan bir dönüş idi. Yəni, həqiqətən imamətin mahiyyətini əvəz elədi, xilafətin mahiyyətini dəyişdi. Bu, Muaviyyənin, necə deyərlər, xilafətinin axır dövrlərinə bir işarə idi. Tarixi mənbələrdə Yezidin şəxsiyyəti barəsində də açıqlamaq var. Mən istəyirəm indi Yezidin şəxsiyyəti haqqında da biraz dayanaq. Yezid necə bir şəxsiyyət idi?
Biz istifadə elədiyimiz və oxuduğumuz mənbələrə əsasən və ən çox da Təbərinin Tarixü Təbəri kitabında, İbn Əsrin Kamil Fit Tarix kitabında, Zəhəbinin Siyər-i Əlam-ı Nübəla kitabında, Şeyx Müfidin Əl-İrşad kitabında, Şeyx Səduqun İqamətü Dəlail kitabında və bu kimi kitablarda ki, biz oxumuşuq, ələ gətirmişik, Yezid barəsində demək olar ki, bu kitabların hamısında eyni fikir vardı. Ümumi təsvir onun barəsində belədir. Əxlaqi baxımdan həddindən artıq zəif. Yəni, əxlaq yox dərəcədə. Bu demək istədiyim Təbəri və İbn Əsrin Yezid barəsində dedikləridir ki, Yezid içki içərdi. Rəqs və musiqi məclisləri təşkil edərdi və öz əyləncə həyatını ümumiyyətlə gizlətməzdi. Sanki bu müsəlman deyil. Yezidin öz şairlərindən birinin sözüdür ki, belə deyir, qoy günlər şahid olsun ki, Yezid üçün şəraf və meymunlar əyləncənin bir hissəsidir. Bunu Yezidin öz şairlərindən biri deyir ki, Yezidi elə vəsf edir. Bu əxlaqi baxımdan, dini baxımdan ümumiyyətlə dinə heç bir bağlılığı yox idi. Şeyx Səduq Yezidin əqidə baxımından Peyğəmbər ailəsinə qarşı olan nifrətini, düşmənciliyini çatdırır. Deyir ki, Bəni Haşimə qarşı həddindən artıq kin-küdurəti var idi. O cahiliyyətdə qalan o necə deyə təəssübkeşliyi Peyğəmbərin əhl-i beyti haqqında tətbiq edirdi. Bu da əqidəvi baxımdan, hüquqi və siyasi baxımdan həddindən artıq zalim idi. Təbəri qeyd edir ki, Yezidin ilk əmri hicrətin 60-cı ilinin əvvəlində atası öldükdən sonra, cəhənnəmə vasil olduqdan sonra belə olmuşdu. Hüseyn ibn Əli, Əbdullah ibn Zübeyir, Əbdullah ibn Ömər bunlardan beyət alın, bunu yazmışdı Mədinənin valisinə. Əgər qəbul etməsələr onları cəzalandırın. Bu əmrin özü ki, bu Yezid belə bir əmri vermişdi. Bu əmrin özü İmam Hüseyn əleyhissalamın həqiqətdə qiyamı üçün bir zəmin yaratdı və İmam Hüseyn əleyhissalamın qiyamını zəruri elədi. Amma digər bir məsələ. İmam Hüseyn əleyhissalam, bu Yezid kimi bir şəxsiyyəti ki, onun şəxsiyyəti haqqında biz danışdıq. İmam Hüseyn əleyhissalamın mövqeyi belə bir şəxsin müqabilində nə idi? İmam Hüseyn əleyhissalamın məşhur kəlamı var. Buyurur ki, misli la yubayu mislə. Mənim kimi bir şəxsiyyət Yezid kimi şəxsə heç vaxt beyyət eləməz. İmam Hüseyn əleyhissalam bu kəlamında çox qısa, həqiqətən qısa bir kəlamdır. Amma lakin çox dərin mənalı bir cümləni deyib. Misli, la yubayu mislə demir mən, deyir mənim kimisi, onun kimisinə beyyət eləməz. Bu ifadə yalnız elə şəxsi fərq deyil, Hüseyn ibn Əli, Yezid ibn Muaviyə beyyət eləmir. Xeyr, mənim kimisi. Bu həqiqətdə bir dünya görüşü göstərir. İmam Hüseyn əleyhissalam bir dünya görüşünə malikdir, Yezid başqa bir dünya görüşünə. Misllərin mənası nə deməkdir? Bax, onun məfhumuna diqqət edək. İmam Hüseyn əleyhissalam demir, mən Hüseyn Yezidə beyyət etmirəm. Buyurur ki, mənim kimisi yəni ilahi bir rəhbər. Peyğəmbərin nəfəsi ilə sallallahu əleyhi və səlləmlə Peyğəmbər sallallahu əleyhi və səlləm nəfəsi ilə tərbiyə olunan, böyüyən bir şəxs, ədalət xəttini daşıyan bir şəxs onun kimisi kimdir? Yəni zülm və günahla məşğul olan bir şəxsə, bir adama heç vaxt beyyət etməz. Bu cümlə həqiqətdə bir əqidə, bir din bəyanıdır ki, İmam Hüseyn əleyhissalamın vücudundan, mübarək dilindən gəlib bizə çatmışdı. Bu barədə mən istəyirəm bir sıra hədislərə işarə edəm ki, beyət məsələsinə, ümumiyyətlə beyət nədir və imam kimi bir şəxsiyyət ona beyət eləyə bilməzdi. Peyğəmbər sallallahu əleyhi və səlləm bilirsiniz ki, İmam Həsən və İmam Hüseyn əleyhissalam barəsində buyurublar: Əl-Həsən və Hüseyn imaman qama əvqəədə. Həm Həsən, həm Hüseyn əleyhissalam hər ikisi imamdırlar. İstəyirlər sülh eləsinlər, istəyirlər otursunlar. Bu müxtəlif kitablarda nəql olunub. Şeyx Səduqun Əmalı kitabında, Əl-Lami Məclisinin Bəharul Ənvar kitabında. Bu hədis nə göstərir? Bu hədis həqiqətən imamın davranışının siyasi yox, ilahi təyinat olduğunu göstərir. Bu İmam əleyhissalamın bu sözü, yəni onun imamət elmindən qaynaqlanır. Bir ilahi rəhbər olaraq bunu deyir. Və həqiqətdə İmam Hüseyn əleyhissalam Yezidə beyət eləməməklə ilk qiyama başladı.
Mən burada da istəyirəm İmam Hüseyn əleyhissalamın Mədinədə çıxdıqda bir məktubuna işarə edəm. İmam Mədinədən çıxmazdan əvvəl yazdığı bir məşhur vəsiyyəti vardı. Məktub da deyirlər, vəsiyyət də deyirlər. İmam buyurur ki: "Və innəmə xərəctu li tələbil islah fi ümməti cəddi." Mən Hüseyn xuruc elədim. Nə üçün? Cəddim peyğəmbərin ümmətində islah etmək üçün. Uridu ən amura bil ma'ruf və ənha anil munkar. Mən istəyirəm yaxşılığa dəvət edəm, əmr edəm və pislikdən çəkindirəm. Əmr bil ma'ruf və nəhy anil munkar məqsədi ilə mən bu addımı atıram, qiyam addımını, inqilab addımını və beyət eləmirəm. Bu məktub ya bu vəsiyyət həqiqətdə İmam Hüseyn əleyhissalamın qiyamının sufi və mənəvi yox, həqiqətdə praktik, siyasi və dini məsuliyyət olduğunu göstərir. Ki, əmr bil məruf nədir, ümmət arasında islah ediləmək nədir? Bu, İmam Hüseyn əleyhissalamın mövqiyyəti və bir məsələdə beyət məsələsi. İmam Hüseyn əleyhissalam beyət eləmədi. Beyətin fikri və əqidəvi mahiyyətinə biz diqqət edək. Ərəb, İslam hüququnda beyət yalnız və yalnız siyasi səs vermə mənasında deyil. Beyət həqiqətdə təslim olmaq mənasındadır, itaət eləmək mənasındadır. Allah Teala Quran-ı Kərimdə bir ayədə buyurur ki: "İnnellezine yubayi'unaka innema yubayi'unallah." Ya peyğəmbər, hər kəs sənə beyət edirsə, həqiqətdə Allaha beyət edir. Allaha səs verməyin mənası yoxdur ki. Allaha beyət edir, yəni Allaha təslim olur və Allaha sual etmədən itaət edir. Bu beyətin müqəddəs mahiyyətini bizə göstərir. Bu baxımdan İmam Hüseyn əleyhissalam kimi bir şəxsiyyət Yezidə beyət eləyə bilməzdi. Yəni təslim olmalı idi, itaət eləməli idi. Ümumiyyətlə günahkarlara beyət eləmək düzgün deyil. İmam Sadiq əleyhissalamın bu barədə bir sözü vardı ki, buyurur ki: "Mən bayə cairən fəqət kəfərə billahil azim." Hər kəs zalim bir şəxsə, zalim bir rəhbərə beyət edərsə, bu Allaha qarşı küfr etmiş olur. Bu hədis həqiqətdə bizlər üçün, imamın özü üçün fikri bir prinsip yaradırdı və yaratdı da. Yəni, zalim hakimə beyət etmək caiz deyil. Ümumiyyətlə, Yezidə beyət etmək mümkünsüz bir şey idi. Və bunun da səbəbləri vardır. Bir səbəbi bundan ibarətdir ki, şəriətimiz, yəni bir ilahi rəhbər, canişin gərək şəriətə tam şəkildə əməl eləsin. Yezid isə şəriəti açıq şəkildə tapdalayırdı. Peyğəmbər əhlini təhqir edərdi. Şərab, əyləncə, qeyd elədim də, belə şeylərlə məşğul idi. Zülm siyasətini dövlət xəttində həqiqətdə bir vəsiliyyət çevirmişdi. Belə bir şəxsə İmam Hüseyn əleyhissalam beyət edə bilərdi. İmam Hüseyn əleyhissalam bunu beyət eləməzdi. Niyə? Hədisə görə haramdır. Quran məntiqinə görə batil bir şeydir, Yezid kimi bir şəxsə beyət eləmək. Və imamət əqidəsinə görə əxlaqi bir cinayətdir. İmam Hüseyn əleyhissalam bunları heç vaxt etməzdi. Bu və bu kimi səbəblərdən İmam Hüseyn əleyhissalam Yezidə beyət eləmədi. Əgər etsəydi nə olardı? Həqiqətdə zülm təsdiq olunardı. Ümmət əbədi azğınlığa gedərdi. İmamət xətti demək olar ki, məhv olub aradan gedərdi. Məhv olardı. Bu baxımdan İmam Hüseyn əleyhissalamın qiyamı zəruri idi. İmam Hüseyn əleyhissalam qiyama şəxsi məqsədlə çıxmadı. Hakimiyyəti ələ gətirmək üçün bəziləri deyirlər ki, iki ərəbin hakimiyyət üstündə davası idi. Xeyr, bu qiyam, İmam Hüseyn əleyhissalamın qiyamı iki səbəbə görə zəruri idi. Birinci, dini səbəb işarə olundu, İslamın mahiyyətini qorumaq. Əgər İmam Hüseyn əleyhissalam qiyam etməsəydi, İslamın mahiyyəti aradan gedərdi. Əgər Yezid kimi bir şəxs İslamın xəlifəsi sayılardısa, yəni halal-haram qarışacaqdı. Sünnə dövlət siyasətində qurban veriləcəkdi. Necə ki, qurban verilirdi. Cəmaat haqqı batildən ayıra bilməyəcəkdi. İmam Hüseyn əleyhissalamın özünün bu barədə bir kəlamı vardı. Buyurur ki: "Əla tərəvinə ennəl haqqə la yu'məlu bihi." Ey müsəlmanlar, ey Kufə əhli, ey Bəsrə əhli, siz görmürsünüz ki, haqqı əməl olunmur? Yəni, mən haqqı dirçəltmək üçün qiyam edirəm. Bu dini baxımdan zəruridir. Din aradan gedir, haqq aradan gedir.
Mənim kimi bir şəxs əgər qiyam etməsin, bəs kim qiyam etməlidir? Bu dini səbəb. Digər bir səbəb də sosial səbəbdir. Zülmün qarşısını almaq. İmam Hüseyn əleyhissalam zülmün qarşısını almasaydı, kim ala bilərdi? Əlbəttə, bunun dini cəhəti də vardı. Amma eyni zamanda İmam Hüseyn əleyhissalam bu zülmün qarşısını almaq üçün hətta öz kəlamında buyurur ki, İnni ləm əxruc əşirən və la bətirən və la mufsidən və la zalima. Mən təkəbbür, zülm, fitnə, belə şeylər üçün qiyam etmədim ki. İmam Hüseyn əleyhissalam bu çıxışına diqqət edin. Bu çıxış həqiqətdə, əgər belə demək düzgün olarsa, tarixi bir borcun ödənməsi idi. Və bu baxımdan, həm dini, həm sosial baxımdan İmam Hüseyn əleyhissalamın qiyamı zəruri idi. Xülasə olaraq bizim bugünkü söhbətimizin qısa xülasəsi bundan ibarət oldu ki, bu bəhsimizdə biz öyrəndik ki, Muaviyyənin siyasi sistemi həqiqətdə xilafəti şahlığa, padşahlığa, krallığa çevrilməsi olmuşdu. Yezidin şəxsiyyəti haqqında məlumat əldə elədik. Həm şii, həm sünni qaynaqlarında. Əxlaqi baxımdan problemi, siyasi qüsura malik idi və bəzi məsələlər ki, qeyd olundu. İmam Hüseyn əleyhissalamın məşhur kəlamına ki, işarə olundu, mənim kimi bir şəxs, onun kimi bir şəxsə beyət etməz, həqiqətdə iki dünya görüşünü bizə göstərir. Və həmçinin öyrəndik ki, beyət Quran və hədis baxımından zalim bir rəhbərə oluna bilməz, haramdır və böyük günahdır. Bu səbəblə İmam Hüseyn əleyhissalamın qiyamı zəruri idi. Həm dini baxımdan, həm də ictimai və sosial baxımdan. Bizə ayrılan vaxt tamam oldu. Hamınızı Allaha tapşırıram. Və sallallahu əla seyyidina Muhammed və alihi tahirin.